Bu qədər mandalinləri görüb fikirləşdim ki, nə hazırlaya bilərəm. Birdən ağlıma gəldi ki, niyə də mürəbbə hazırlamayım? Çox amma çox dadlı mürəbbə alındı. İlk dəfə hazırladım, amma bilməzdim ki, bu qədər dadlı olarmış. Mütləq siz də hazırlayın. Keçək hazırlanma qaydasına. İlk öncə mandalinlərin qabıqlarını soyub və üzərindəki ağ pərdələri çalışdığımız qədər təmizləyirik. Kənarda yuyub suyun çəkilməyini gözləyirik. Qeyd edim ki, istifadə etdiyim mandalin qabıqdan çıxartdığım 1 kilo 700 qramdır. 1 kilo 700 qram da şərbət əlavə edirəm qabın içərisinə və üzərinə yarım stəkan su, 1 limonun yarısını suyun sıxıb əlavə edirik. Və şərbət biraz əridikdən sonra içərisinə mandalinləri əlavə edib təxmini 20-25 dəqiqə qaynadırıq. Qaynatdıqdan sonra kənarda şərbətin içərisində 2 saat gözlədirik. Və arada köpüklərində çıxdıqca yığırıq. Və 2 saat şərbətin içərisində qaldıqdan sonra qazın üzərinə alıb mürəbbəmizi bişiririk. Üzərinə də 1-2 ədəd mixək əlavə edib yarım saat mürəbbəmizi bişiririk. Və artıq mürəbbəmiz hazırdır. Burada şərbətinin biraz duru olmağına baxmayın. Bir gün keçdikdən sonra şərbət mətləşir. Əminəm ki, siz də bu reseptlə hazırlasanız çox bəyənəcəksiniz. Doğrudan da bu qədər dadlı alınacağını gözləmirdim. Çox amma çox bəyəndim. Əminəm ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Hazırlayan hər kəsə nuş olsun. Hələlik.